Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Jalə Hüseynli. Bu gün sizlərlə müəllimlərin işə qəbul imtahanında musiqi fənni üzrə təqdim olunmuş test tapşırıqlarının izahlarına baxacağıq. Birinci sualdan başlamaq istəyirəm. Demək, birinci sualımızda ən çox müzakirəyə səbəb olan sualdır. Belə bir şərt var ki, şagirdlər cəngi rəqsinin lirik və yaxud da qəhrəmani xarakterdə olduğunu ayırmaqda çətinlik yaşayırlar. Müəllim hansı rəqsi şagirdlərə nümunə göstərsə, şagirdlərə bu fərq aydın olar. Baxın, bu sualı ilkin mərhələdə, yəni birinci dəfə oxuyanda insana elə gəlir ki, sanki cəngiyə oxşar bir rəqs tapmaq lazımdır burada. Burada sizə demir cəngiyə oxşar bir rəqs tapın. Burada sizə deyir ki, baxın, şagird cənginin lirik və yaxud da qəhrəmani xarakterdə olduğunu aydınlaşdıra bilmir. Yəni, cəngi qəhrəmani xarakterdədir və biz elə bir burada rəqs tapmalıyıq ki, həmin rəqs lirik rəqs olsun. Bir dəfə həmin lirik rəqsi səsləndirək, bir dəfə də qəhrəmani xarakterdə olan cəngi rəqsini səsləndirək ki, şagirdə məlum olsun ki, lirik rəqs necə olur, qəhrəmani rəqs necə olur. Yəni, burada da bir dənə tək uyğun gələn variant lirik rəqs kimi vağzalıdır. Doğru cavab burada A bəndidir. Yəni, bəzi müəllimlər var ki, deyirlər ki, bu sual səhvdir, bu sualda cavab qazağı çıxmalıdır, yarısı deyir şalaxo çıxmalıdır. Xeyr, bu sualın şərtində, nə də cavabında heç bir səhvlik yoxdur. Sadəcə düzgün şəkildə bu sualı oxuyub, düzgün şəkildə də anlamaq lazım idi ki, sualın cavabını doğru tapa bilək. Yəni, baxın, bu sualın şərtində heç bir səhvlik yoxdur. İşarəliyirik vağzalı variantını, çünki doğru variant həqiqətən də odur. Biz vağzalında səsləndiririk, cəngində səsləndiririk. Artıq şagirdə aydın olur ki, bəli, cəngi həqiqətən də qəhrəmani bir rəqsdir, vağzalı isə lirik həzin rəqsdir. Gəldik ikinci sualımıza. Deyir ki, şagird ansamblda ifa edir. O, ritmik ifanı tam doğru yerinə yetirir. Ancaq müəyyən yüksəkliyi olan notları ifa edə bilmir. Şagirdə hansı alətdə ifanı tapşırmaq lazımdır? Şagird ritmik ifanı doğru yerinə yetirsə, deməli bu zərb aləti olacaq. Deməli cavab ya metallafondur, ya da nağaradır. Çünki burada variantlarımızda ancaq 2 dənə zərb aləti var. Ya metallafon, ya da ki, nağara olacaq. Ancaq deyir ki, müəyyən yüksəkliyi olan notları ifa edə bilmir. Bu adam, əgər, yəni bu şagird müəyyən yüksəkliyə malik notları ifa edə bilmirsə, mən ona metallafonu verə bilmərəm. Niyə? Çünki metallafonun müəyyən bir səs sırası var, bir oktava daxilində onun hansı ki dilləri var. Yəni ona görə də şagird onu ifa edə bilməyəcək. Ona görə metallafonu birbaşa çıxıram. Digər variantlar da zərb aləti deyil. Yerdə qaldı nağara. Nağara doğru cavabdır burada. Üçüncü sual asan bir sualdır. Xalq çağı alətləri orkestrində konsertmeyster olan dirijor kimdir? Bu da təbii ki, Səid Rüstəmovdur. Hansı ki, ilk başda Üzeyir Hacıbəyli Xalq çağı alətləri orkestrinin rəhbəri olur və Səid Rüstəmov da onun köməkçisi olur. Ona görə yəni konsertmeyster kimi Səid Rüstəmovu götürürük. Həm də digər variantlara baxsaq, Gülbacı İmanova, Süleyman Ələsgərov, Çingiz Hacıbəyev, Nazim Rzayev, bunları biz Xalq çağı alətləri orkestrində da heç görməmişik. Gəldik, Səid Rüstəmovu işarələdik. Sonra Vasif Adıgözəlovun Qarabağ şikəstəsi haqqında səhv fikri tapın. Qarabağa həsr edilmiş şeirlə başlayır, düzdür. Sözləri Teymur Elçinindir, düzdür. İfası zamanı xor və vokal kollektiv iştirak edir, düzdür. Sonda Qarabağ şikəstəsindən tam istifadə edilib, bu da düzdür. Səhv variant hardadır? 5 hissədən ibarət olmağı burada yanlış idi. Gəldik 5-ci suala. Şagirdlər ritmik ifa zamanı alətlərdə ifa etməkdə çətinlik çəkirlər. Müəllim nə etməlidir? Deməli, müəllim nə etməlidir? Sinifi tərk etməlidir? Xeyr. Yəni, şagird çala bilmirsə, biz elə bir formada, belə deyək də, ab-hava yaratmalıyıq ki, şagird həmin alətlərdə ifa edə bilsin. Biz elə bir addım atmalıyıq ki, şagird o alətdə ifa etməyə bacarsın. Yəni, sinifi tərk eləməklə biz bu məqsədimizə çata bilmirik. Kartondan zərb aləti hazırlamalıdır. Deməli, burada da kartondan zərb aləti hazırlasa da yenə
şagirdin problemini həll edə bilmir. Yenə də şagird burada ifa edə bilməyəcək. Yeni zərb alətləri sifariş eləməlidir. Fikir verirsinizsə B ilə C burada elə oxşar variantdır. Yəni onu da götürmək olmaz. Ən uyğun variant D bəndidir ki, əl çalaraq ritm tutmalıdır ki, bu zaman şagirdlər artıq o ritmik ifanı daha doğru şəkildə yerinə yetirəcəklər. Rəhbərdən kömək istəməlidir. Təbii ki, bu da yanlış cavab idi. Sonra ən çox müzakirəyə səbəb olan bir sual var burada. 6-cı sualdır. Deyir, tədbir proqramı hazırlanır. Qərara alınır ki, bir şagird simfonik suita, İkinci simfonik poema ifa etsin. Uyğun gələn bəndi seçib. Baxın, bu sual şərtində səhvlik var və mən bu sualı apellyasiyaya da yazmışam, müraciət eləmişəm. İnşallah ki, bizim müraciətlərimizə baxarlar və bu sual bizim xeyrimizə hesablanar. Nəyə görə? Baxın, burada deyir ki, birinci şagird simfonik suita ifa edir. İkinci şagird simfonik poema ifa edir. Yəni biz də elə bir şey seçməliyik ki, birinci tərəf simfonik suite olsun həmin əsərdə. İkinci tərəfdə simfonik poema olsun janr baxımından. İndi baxaq, burada doğru cavab. Yəni mən bunu sırf əzbərləmişəm, variantlarına qədər əzbərləyib çıxartmışam. Baxın, məsələn, məndə də elə bəndi də A bəndində idi bu sualın. Cavab gəldi, nə çıxdı? Zakatala suita və Şəhrizad. Halbuki Zakatala suitası simfonik poemadır. Şəhrizad isə simfonik suitadır. Yəni, sualın şərti ilə verilən cavabın bəndi uyğun deyil. Ya sualın şərti qoyulmalı idi ki, birinci şagird simfonik poema, ikinci şagird simfonik suita ifa eləsin. Hə, o zaman, bəli, mən götürərdim A bəndini ki, bəli, Zakatala suita simfonik poemadır Niyazidə, Şəhrizad isə Rimski-Korsakovda simfonik suitadır. Onda, bəli, bu fikirlə razılaşmaq mümkün olardı. Amma sualın şərtində birinci şagird simfonik suita, ikinci simfonik poema deyirsinizsə əgər və burada da doğru cavab kimi A bəndini götürürsünüzsə əgər, bu sualın şərtində və yaxud da verilən cavabda səhvlik var. Ya bunu mən az öncə dediyim kimi düzgün formada tərtib eləmək lazımdır ki, şərtdə verilsin ki, birinci şagird simfonik poema, ikinci şagird simfonik suitanı ifa eləsin. O zaman, bəli, A bəndini götürə bilərik. Hətta, belə deyək də, orada digər suallar var idi ki, digər suallarda da Şəhrizad əsərinin adı keçirdi və Şəhrizadı da siz orada janrını simfonik suita kimi qeyd eləmişdiniz. Yəni, mən bunları dəfələrlə bu suala mən dönüb baxmışam ki, axtarmışam ki, bəlkə mən nəyisə gözdən qaçırıram, bəlkə mən nəyisə bilmirəm də, yəni ola bilər də tapa bilmirəm, qoy bir dənə də baxım, bir dənə də, amma baxdım ki, yox, heç cürə alınmır da. Yəni birinci tərəf simfonik suita, ikinci tərəf simfonik poema olsun. Belə bir şey yoxdur burada. Belə bir düzgün cavab yoxdur. Və digər sualları da irəliləyib baxdıqca mən yenə deyirəm, orada baxdım ki, siz Şəhrizadı variantlarda vermisiniz digər suallarda və janrını simfonik suita kimi qəbul eləmisiniz. Əgər Şəhrizad simfonik suitadırsa, niyə bu sualın şərtində deməli Şəhrizad simfonik poema kimi qəbul olunur? Yəni buna da inşallah ki, bizə bal verilər. Bu sualda mən səhvlik gördüm. Gəldik 7-ci suala. Şagirdlər əsərlərini ifa edirlər. İfa zamanı rabitəli və rabitəsiz səslənmələr olur. Belə səslənmə nə ilə əlaqəlidir? Yəni, bax, bu rabitəli, rabitəsiz məsələsinə toxunsaq, rabitəli, əlaqəli ifadır. Rabitəsiz isə qırıq-qırıq ifadır. Yəni, belə deyək də, qısaca deyək ki, biri tutalım ki, liqa və yaxud da legato olsa, digəri stakkatodur. Və bunu belə səslənməni nə ilə əlaqəli götürə bilərik? Bu da ancaq ştrixlərlə əlaqəlidir. Ki, rabitəli, rabitəsiz, yəni liqa, legato, stakato, bu tip ifaçılıq üslubu, ifaçılıq vasitələri daha doğrusu, orada musiqi məktəblərində daha çox deyirlər, ştrixləri düzgün çalın, ştrixləri düzgün vurğulayın. Yəni, daimi olaraq mən eşitmişəm bu sözü və bu ştrixlərlə əlaqəlidir cavabı burada tam uyğun olan variantı idi. Dinamik çalarlar ola bilməz, çünki dinamik çalarlar forte, piano, ritmin dəyişməsi ola bilməz, çünki burada demir, biri asta, biri orta, xeyr. Tempin dəyişməsi, üzr istəyirəm, ritmin dəyişməsinə deyirəm D-nin cavabını. Tempin dəyişməsi ola bilməz. Niyə? Çünki asta orta demir. Ritmin dəyişməsi ilə də yenə liqanın və yaxud da stakatonun heç bir əlaqəsi yoxdur. Registrin dəyişməsi yenə burada da
heç bir əlaqə yoxdur. Yəni rabitəli, rabitəsiz ifa ilə. Gəldik 8-ə. 8-də deyir ki, şagird opera və operetta ətrafında araşdırma aparır. Hansı fikir təqdim edilsə, düzəliş etməyə ehtiyac olmaz. Baxaq. Opera və operetta ətrafında araşdırma aparmalıyıq və hansısa bir fikir təqdim olunmalıdır ki, yəni bu doğru fikir olsun və biz ona düzəliş etməyək. Opera xalq çağı alətləri orkestrində, operetta isə simfonik orkestrdə ifa olunur. Xeyr, bunların hər ikisi də simfonik orkestrdə ifa olunan əsərlərdir. Yəni ona görə də bu cavab ümumiyyətlə uyğun gəlmir. Operada məzmun əsas oxumaqla, operettada danışıq və vokal rəqs səhnələri ilə çatdırılır. Bəli, doğru cavab burada B bəndidir. Operada məzmun oxumaqla, operettada isə həm rəqs var, həm danışıq var, həm də təbii ki, vokal hissələr var. Ona görə də burada təbii ki, belə deyək də, hadisələrin dinləyiciyə, izləyiciyə çatdırılma tərzi fərqlənir bunlarda. B bəndi ən uyğun cavabdır. Sonra C-də deyir ki, opera dram, operetta isə faciəvi və komik olur. Opera dram olsa da operetta axı faciəvi olmur. Operetta ilə komik olmalıdır. Bu da yanlış cavabdır. Opera ansamblda, operetta isə orkestrla ifa olunur fikri də yenə yanlışdır. Çünki bunlar hər ikisi də deməli simfonik orkestrdə ifa olunur. Opera kiçik, operetta isə iri həcmli əsərdir. Xeyr, bunların ümumiyyətlə opera, operetta, balet ən iri həcmli əsərlərdir. Bu cavab da səhvdir. Doğru cavab B bəndindədir. 9-da deyir ki, qruplarda verilmiş terminlər haqqında hansı ortaq fikrə gəlmək mümkün deyil. Yəni bunlar ortaq olmayan bir cəhətini tapmalıyıq biz. Legato, staccato, sinkopa, liga, repriza və volta. Baxaq, variantlarımıza keçək. Eyni məqsədlə istifadə olunurlar fikri yanlışdır. Çünki baxın, bir də suala qaydaq ki, tam görək, eyni məqsədlə deyir istifadə olunurlar. Məsələn, staccato qırıq-qırıq ifadır, legato əlaqəli ifadır, müxtəlif yüksəklikdə olan iki səsi əlaqələndirir, liga eyni yüksəklikdə olan səsi əlaqələndirir. Sonra reprizadır, voltadır, bunlar təkrar işarələridir. Sinkopa ümumiyyətlə əsərin belə deyək də zəif hissəsinə deyilir, yəni güclü hissədən zəif hissəyə keçidə deyilir. Bunların hamısı eyni məqsədlə istifadə olunmur axı. Biri təkrardır, biri əlaqədir, biri not yazısında vurğulu hissədən zəif hissəyə keçiddir. Yəni bunları götürə bilmərik. Not yazısında istifadə olunan işarələrdir. Bu, deməli, baxaq, doğrudur. Not yazısında həqiqətən də istifadə olunurlar. Not mətnin oxunmasına və ifasına kömək edən işarələrdir. Bu da doğrudur. Fərqli mənaları ifadə edirlər. Bax, bu fikir də doğrudur və biz sualın şərtində nəyi tapmalıydıq? Ortaq fikrə gəlmək mümkün deyil. Elə baxın, A bəndində veriləndir ki, hansı ki, burada ortaq fikrə gəlmək mümkün deyil. Qabağına bir dənə plus qoyum ki, doğru olduğu bilinsin. Yəni, eyni məqsədlə istifadə olunurlar fikrini ortaq bir fikir kimi biz orada götürə bilmərik. Amma ortaq kimi deyə bilərdik ki, bəli, not yazısına istifadə olunurlar, not mətninin oxunmasına, ifasına kömək edirlər, fərqli mənaları ifadə edirlər, bu düzdür. 10-cu sual asan bir sual idi. Qara Qarayev şagirdlər tərəfindən dünya musiqi mədəniyyətinə müraciət etmiş bəstəkar kimi tanınır. Onun hansı əsərlərini bu fikrə misal göstərmək olar? Yəni biz Qara Qarayevin elə əsərlərini seçməliyik ki, orada xarici, belə deyək də, musiqilərdən istifadə eləsin. Dünya musiqiləri olsun orada. Deməli, burada özünüz də gördüyünüz kimi ən uyğun cavab elə baxan kimi bilinir ki, C bəndindədir. Alban rapsodiyasıdır. Alban xalqının melodiyalarıdır. Vyetnam suitasıdır. Vyetnam xalqının melodiyaları. İldırımlı yollarla da isə Afrika xalq rəqslərindən, melodiyalarından istifadə olunubdur. Doğru cavab C bəndindədir. Niyazi Tağızadə yaradıcılığına aid olan əsərləri seçin. Bu da rahat bir sual idi. Təbii ki, burada olacaq Zakatala suita, Çitra baleti, Xosrov və Şirin operası və deməli 1920-ci ildə opera kantatasıdır. Məhəbbət əfsanəsi Arif Məlikovdur. 7 gözəl Qara Qarayevdir. Şur simfonik muğamı isə Fikrət Əmirovundur. Doğru cavab 1, 2, 4 və 8-dədir. A bəndi. Sonra 12-ci suala baxaq. Şagirdlər elə bir əsər seçməlidirlər ki, həmin əsərdə Azərbaycan xalq mahnısından istifadə edilsin. Təbii ki, bu Ruslan və Lyudmiladır. Glinkanın Ruslan və Lyudmila operasıdır ki, həmin operada İran qızlarının xorunda qalanın dibində bir quş olaydım Azərbaycan xalq mahnısından istifadə olunub.
13-də sualda verilib Məhəbbət əfsanəsi baletinin ədəbi mənbəyi hardan götürülüb? Məhəbbət əfsanəsi baleti isə Nazim Hikmətliyin eyni adlı pyesi əsasında yazılıb. Doğru cavab D bəndindədir. Şagird heyratı ritmik muğamının başlanğıcını ifa etməlidir. Müəllim düzgün təmrinləri oxutmaq üçün ifaya hansı interval ilə başlamalıdır? Burada cavab xalis kvarta aşağı çıxdı və heç bir not nümunəsi verilməmişdi bizə. Biz bunu özümüz tapmalıydıq. Gəldik 15. Verilmiş not nümunəsinin hansı muğam tərkib hissəsinə aid olduğunu, hansı muğamın tərkib hissəsinə aid olduğunu təyin eləyin. Burada da cavab Bayat Şirazın Bərdاشda çıxmışdı. Bu arada mən not nümunələrini təmsili formada qoymuşam. Yəni sırf oradakı not nümunəsi deyil. Çünki təbii ki, biz onu yadımızda saxlaya bilmərik ki, orada sırf hansı idi. Gəldik 16. Keçmişdə insanlar maldarlıqla, əkinçiliklə məşğul olanda bu mahnıları oxuyurdular. Təbii ki, bu maldarlıq, əkinçilikdirsə əmək mahnıları olacaq. B bəndi. Melodiyada şagird diatonik, sonra alterasiya işarəli səsləri ifa edir. Belə dəyişikliyi necə izah etmək olar? Deməli, diatonik, yəni belə deyək də, orijinal səslər, məsələn, do, re, mi, fa, sol, la, si, do. Alterasiya işarələri də deyəndə burada artıq alterasiya işarəli səs xromatik səslər hesab olunur. Məsələn, do, do diyez, re, re diyez, mi diyez, fa diyez bu formada. Və baxaq görək bunu şagirdə necə izah edə bilərik. Variantlarımıza baxaq. Ritmik quruluş, registr dəyişikliyi, melodik quruluş, iki səslilik, dinamik fərqlilik və ən uyğun gələn cavab C bəndindədir ki, melodik quruluşdur bu. Gəldik 18-ə. Müəllim əsər ifa etməlidir. Bu əsərdə 4 obrazın ifasını bir vokal ifaçı səsləndirməlidir. Uyğun bəndi seçin. Təbii ki, bu Frans Şubertin Meşə Çarı mahnı balladasıdır ki, burada da obrazlarla verilmişdi imtahanda. Ata, oğul, müəllif və Meşə Çarı idi. A bəndi. Balet, opera, operetta və oratoriya janrlarının ümumi və fərqli cəhətləri ətrafında müzakirə aparılır. Hansı fikir səslənərsə düzəliş etmək lazım olar. Düzəliş etmək lazım olar. Yəni, biz elə bir fikir tapmalıyıq ki, ona düzəliş eləyək. Hər biri simfonik orkestrda səslənir, düzdür. Hər biri iri həcmli əsərlərdir, düzdür. Hər birində kollektiv ifaçılıq var, düzdür. Çünki oratoriya, opera, operetta, bəli, bunlarda hər birində xor var. Baletdə isə korda balet var, kütləvi rəqs hesab olunur. Hər biri professional musiqi janrıdır, doğrudur. Yəni, bunlar, belə deyək də, xalq tərəfindən yaradılmış musiqilər deyil. Bunlar professional musiqi janrlarıdır. Hər biri tamaşaya qoyulur. D bəndi yanlışdır, çünki oratoriyanı tamaşaya qoyub səhnələşdirmirlər. Gəldik 20-yə. Müəllim şagirdlərə instrumental, vokal və musiqili səhnə janrlarını qruplaşdırmağı tapşırır. Rapsodiyanı hansı janrla eyni siyahıya daxil etmək lazımdır? Deməli, rapsodiya özü instrumental bir janr nümunəsidir və biz burada baxmalıyıq ki, musiqili səhnə janrları, vokal, instrumental. Biz rapsodiyanı instrumental bir janrla birləşdirməliyik, eyni qrupa qoymalıyıq. Romans vokaldır. Əvvəldən çıxıram, çünki o vokalın içərisində olacaq. Opera, operetta, balet, bunlar da musiqili səhnə janrlarıdır. Yerdə qaldı nə? Simfoniya. Doğru cavab simfoniyadır. Çünki simfoniya və rapsodiya hər ikisi də instrumental janrdır. Müslüm Maqomayev haqqında təqdimat hazırlanmalıdır. Hansı fikri məzmuna daxil etsək doğru olar? Burada da muğam opera yaradıb Üzeyir Hacıbəyli. Capriccio janrında əsəri var, xeyr. Simfonik muğam yaradıb Fikrət Əmirov. Qravür janrı musiqiyə gətirib Qara Qarayev. Doğru cavab D-dir. Ceyran rapsodiyası var. Doğru variantı seçin. Burada da deməli belə bir rəqslər verilmişdi bizə. Deyirdi ki, bu rəqslərin yəni kim nota köçürüb, kim orkestr üçün işləyib, bunu tapmalıydıq. Burada da doğru cavab Tofiq Quliyev Əsgərani və Turaci rəqsini fano üçün işləyib. Müslüm Maqomayev Ləzginka və Şəlalə rəqsini nota köçürüb. Elə A bəndində idi məndə bu sualın cavabı. A bəndi də çıxdı. Nəzəri baxımından birini sübut etmək mümkün deyil. Deməli, yazılıb ki, tonika tonallığın əsas pilləsidir. Tonika ilə tonallıq eyni anlayışdır. Tetraxord qammanın tərkib hissəsidir. Səslərin qarşılıqlı əlaqə sisteminə lad deyilir. Oktava sırası ilə səs düzümü qammadır. Burada deməli, səhv götürülən cavab bu oldu. Tonika ilə tonallıq eyni anlayışdır. Bu fikri yanlış qəbul etdilər. Digər fikirlər həqiqətən də doğrudur. Gəldik 24-də. Şagirdlər eyni qruplara aid terminləri sıra ilə düzməlidirlər. Hansında səhvlik var?
Yəni eyni qrupa aid terminlər bir yerə yığmalıdırlar. Bir qrupda hansındasa səhvlik var, onu tapacağıq. Deməli, baxaq. Diez, bemol, bekar. Bəli, bunlar alterasiya işarələri bir yerdədir. Volta, repriza, segno, təkrar işarələri bir yerdədir. Tonika, subdominanta, dominanta, gamma pillələrinin adlarıdır, bir yerdədir. Forte, piano, diminuendo, bu da yenə bir yerdədir, doğrudur. Major, minor, tonika, xeyr, major, minor, laddır, tonika, gamma pilləsidir. Yəni burada məsəl üçün major, minor, tonika qoymaq olmaz. Məsələn, major, minor, pentatonika desəydi, onda düz götürərdi. Çünki pentatonika da Çin ladıdır. Ona görə E bəndi səhvdir. Tonika gamma pilləsidir. Ladla gamma pilləsini eyni yerə qoymaq olmaz. 25-ə baxaq. 4-də 2, 4-də 3, 4-də 4 ölçüləri şagirdlər bir-birindən ayırmaqda çətinlik çəkirlər. Müəllim hansı addımı atmalıdır? Baxaq. Deməli, əl çalaraq güclü və zəif payları şagirdlərə izah etməlidir. Elə doğru cavab burada A bəndində idi. İzaha mürəkkəb ölçülərlə başlamalıdır. Xeyr. Niyə? Çünki gərək biz birinci şagirdlərə sadə ölçülər başa salaq ki, sonra deyək ki, məsələn, 2 və daha artıq eyni ölçülü sadə xanənin birləşməsindən mürəkkəb ölçü yaranır. Gərək şagird birinci sadə xanəni tanısın ki, sonra mürəkkəb xanəni tanıya bilsin. Yəni mürəkkəb ölçünü tanıya bilsin. B bəndi uyğun fikir deyil. Bu ölçülərdə mahnıları dinlətməlidir. Ümumiyyətlə şagird əgər o ölçünü başa düşmürsə, sən bu ölçüdə bir mahnı səsləndirsən belə şagird onun ölçüsünü anlaya bilməyəcək axı. Dirijorluq etməlidir. Yenə həmin ölçünü anlamırsa dirijorluğunu necə eləsin? Ölçüləri nəzəri şəkildə izah etməlidir. Deməli, bu bir dəfə izah olunubdur. Şagird artıq bunu başa düşməyibsə, yenidən nəzəri izah olunsa belə şagird bunu yenə başa düşməyəcək. Doğru cavab yenə A bəndindədir. Səs tonları ilə bağlı fikirlərdən doğru olanı seçin. Gəlin seçək. Bu sual rahat bir sual idi. Hansı ki cavab C bəndindədir. Tenor ən yüksək kişi səsidir. Bəli, C bəndi. Sonra 27-ci sual. Xorla ifa zamanı bir qrup şagird ikinci oktavaya aid olan səsləri ifa etməkdə çətinlik çəkirlər. Müəllim ifanı necə davam etdirməlidir ki, baxın, bütün sinif ifada iştirak edə bilsin. Biz elə bir variant götürməliyik ki, bütün sinif eyni anda o fəaliyyətə cəlb oluna bilsin. İki səsli xor təşkil eləməlidir. Elə doğru cavab A bəndindədir. İfaya davam etməlidir. Xeyr. Çünki baxın, əgər şagirdlər xorla oxuyursa və məsəl üçün işlərində 4 dənə şagird var, bunlar ikinci oktavanın notlarını oxuya bilmirlər də, çatmır bunların səsləri və ya daha bəmdir və ya daha zildir, olmur da, alınmır, eləyə bilmirlər. Yəni bu zaman artıq xorda o ifanın həmahəngliyində bir problem yaranacaq. Yəni bu ifanı davam etdirsək də problemlərlə rastlaşacağıq. Yenə B-ni götürə bilmərik. Kanon üsulundan istifadə etməlidir. Xeyr, kanon üsulundan istifadə eləsə də yenə kanon nədir? Bir melodiyanın eyni ilə, gecikmə üsulu ilə ikinci səs tərəfindən ifasıdır. Yəni şagird yenə o ikinci oktavadakı notu oxuya bilməyəcək. İkinci oktav notlarını təmrinlə məşq etdirməlidir. Bəzi müəllimlər D-ni götürüblər burada ki, bunu təmrinlə məşq elətdirsin. Amma bu təmrinlə məşq elətdirəndə axı o bir uşaqlar kənarda qalacaq. Bizə bütün sinifin bir yerdə ifası lazımdır. Yəni təmin ki, bizim xorumuzda 15 uşaq varsa, bunun 5-i oxuya bilmirsə, əgər ikinci oktavan notunu, onu oxuya bilir. Onda gərək müəllim sırf bu 5 dənə uşaqla məşq eləsin ki, o ikinci oktavan notlarını, o təmrinlərə öyrətsin o uşaqlar. Amma 10 dənə uşaq kənarda qalıraq, bizə birgə kollektiv ifa lazımdır. Həmin şagirdləri ifadan uzaqlaşdırmalıdır. Bu da metodik cəhətdən uyğun deyil. Götürə bilmərik. Cavab A bəndindədir. Sərgidən şəkillər əsəri ətrafında araşdırma aparılır. Aşağıda verilən fikirlərdən hansına düzəliş etsək, şagird daha dolğun məlumat əldə edə bilər. Baxın, burada deyir düzəliş etsək. Yəni bu verilən variantdan 5 variantdan biri səhvdir və biz ona düzəliş eləməliyik. Yəni sualların şərtini tam doğru şəkildə oxumaq lazım idi ki, sonra məsələn müəllimlər deyir ki, bu sualda səhvlik var idi. Bu sualda heç bir səhvlik yoxdur. Sualın şərti tam doğrudur. Deməli burada baxın, Viktor Qartmandan ilham alaraq yazılıb, doğrudur. Proqramlı əsərdir, düzdür. 3 həftəyə yazılıb, düzdür. Bəstəkarın Modest Mussorgskidir, düzdür. Amma A variantında məsələn mən şagirdə desəm ki, 10 piyes var. Bu artıq səhv fikir olacaq və şagird məsəl üçün və yaxud da şagird mənə desə, mən ona düzəliş eləməliyəm. Deməliyəm ki, 10 yox, 11 piyes var. Ona görə A variantıdır burada cavab. 29. Ancaq musiqiyə aid olanları seçin. Suita, etüd, gravür. Etüd, gravür onsuz da bilirik ki, bu həm
deməli təsviri incəsənətdə var, həm musiqidə var, götürə bilmərəm. Simfoniya, suita, kuplet. Məsələn, kuplet musiqidə bənd və nəqarətdən ibarət olan quruluşdur. Hansı ki, ədəbiyyatda da var ki, bu şeirlərin kupletləri olaraq bəndləri. Ona görə kuplet götürə bilmərəm. Doğru cavab muğam, opera və baletdir. Balet, kuplet, simfoniya yenə götürə bilmirəm, çünki kuplet yenə burada ədəbiyyata aiddir. Miniatür, poema, opera, miniatür yenə götürə bilmirəm, çünki bu təsviri incəsənətdə də var. Zurna aləti ilə balaban alətinin fərqli cəhətini hansı fikirlə izah etsək, tam doğru məlumat vermiş olarıq. Yəni biz bir fikir deməyik ki, şagird tam doğru məlumat əldə eləsin. Deməli, burada da ən doğru cavab D bəndindədir ki, zurna güclü zil səsə, balaban isə daha yumuşaq səsə malikdir. D bəndindədir doğru cavab. Gəldik 31-ci suala. Simfonik orkestrdə nəfəsli və zərb alətləri iştirak edir. Orkestra hansı alətləri əlavə etmək lazımdır ki, tərkib tamamlansın? Deməli, simfonik orkestrdə 4 qrup alət olur. Ağac nəfəsli, mis nəfəsli, zərb və simli alətlər. Əgər burada nəfəsli və zərb varsa, deməli biz simli alətləri tapmalıyıq. Burada da hardadır cavab? D bəndində skripka, alt violonçel və kontrabas alətidir. Bu arada bəzi belə deyək, texniki hərf səhvlərinə yol verilib. Yəni bunlar hansı ki, imtahandan sonra təcili bir şəkildə yazılmış suallardır ki, unutmayaq. Variantlarda çalışmışam ki, oradakı kimi eyni ilə olsun. Amma bilirəm ki, yorumlarda yenə də yazan müəllimlər olacaq, şərhlərdə yazan müəllimlər olacaq ki, yox, orada sualın şərti belə deyildi, yox, cavabda o deyildi, bu var idi. Mən anlayıram sizi müəllimlər, amma o boyda sualı, yəni 40 dənə, hətta belə deyək də, şərtlərində də çətinlik var idi, qəlizlik var idi. Ətraflı şəkildə həm variantı ilə, həm özü ilə bir yerdə yadda saxlamaq həqiqətən çətin idi. Ona görə də həm mən özüm yaddaşımda qalan tərzdə bəzi sualların sırf variantlarını oradakı kimi götürmüşəm, bəzilərinin sırf şərtlərini oradakı kimi götürmüşəm. Belə deyək də, yəni burada şərt baxımından daha asan formada yazdıqlarım da var. Hansı ki, özüm orada oxumuşam, başa düşmüşəm ki, hə, burada bunu demək istəyir. Bəzilərində sırf necə varsa o formada da yazmışam və çox xahiş edirəm, yəni anlayışla qarşılayın. Bəzən aqressiv yanaşanlar olur ki, yox, orada şərtdə belə idi, siz belə yazmısınız və yaxud niyə səhv məlumat verirsiniz? Səhv məlumat vermək fikrim yoxdur. Sadəcə sualları cəmiyyətə, ictimaiyyətə açıqlamaq istəyirəm ki, gələn ildə bu tipdə suallar olanda artıq biz öyrəşmiş olaq bu suallara. Gəldik 32-ci suala. Şagird major və minor ladının eyni lad olduğunu deyir. Müəllim fərqi şagirdə necə izah eləməlidir? Deməli, majorla minor eyni lad deyil. Biz bilirik ki, biri qəmli, biri şən laddır. Deməli, deyir, mövzunu əvvəldən bir də izah etməlidir. Xeyr, yəni bu onsuz da bu mövzu izah olunur şagirdə. Şagird bunu anlamır. Yəni sən bunu yenidən izah eləsən də şagird bunu anlamayacaq. A variantını götürə bilmərəm. Dəftərə yeni qeyd yazdırmalıdır. Xeyr, yəni onsuz da şagirdə nə qədər qeyd yazdırsaq da bu problemin həlli deyil. Yeni resurslara yönəltməlidir, oxumaqlarını istəməliyik. Yəni məsələn deyəcək ki, gedin filan kitabdan oxuyun, bu da düzgün gəlmir. Müxtəlif ladlarda mahnılar səsləndirərək fərqi izah etməlidir. Bəli, bax doğru. Məsəl üçün bir dəfə major ladında, bir dəfə minor ladında mahnı səsləndirəcək. Artıq şagird belə deyək də dinləyəcək və anlayacaq ki, məsəl üçün bu qəmlidir, bu şəndir. Deməli bu majordur, bu minordur. Yəni ona görə doğru cavab D bəndindədir. Not nümunəsi haqqında doğru olanı seç. İmtahanda notlar 2-ci oktavada idi. İndi gəlin baxaq görək bu nə sualdır. Deməli 33-də. Burada. Baxın bu sualın özündə də iki başlıq var. Mən bu sualı da toxunmaq istəyirəm burada və burada yazmışam ki, imtahanda notlar 2-ci oktavada idi. Bəli, 2-ci oktava da verilmişdi notlar. Amma belə deyək də, hansı ki bu başlıqda olan tempin verilməsidir və yaxud da notların adlarıdır, yəni hamısı eynidir. Sadəcə orada 2-ci oktavada verilibdir. Demək, burada biz baxırıq ki, 2 diyez işarəsi var. 2 diyez işarəli olan qammada ya re majordur, ya si minordur. Yəni biz də əvvəldən öyrənmişik ki, tonallığın nə ilə təyin edirik? Bir, qammanın daha doğrusu, deməli, not sətrinin əvvəlində olan işarələrə baxırıq və oradan qammanı təyin edirik ki, ya re majordur, ya si minordur. İndi bu ikilikdən də çıxmaq üçün əsərin sonundakı nota baxırıq ki, ya orada olan həmin əsərin yazıldığı tonallıqda bitir,
əsər ümumilikdə. Ya da həmin tonallığın üç səslisi ilə bitir. Həmin qammanın üç səslisi ilə. Məsəl üçün tutalım ki, mənim əsərim re majorda yazılıbdırsa, əgər baxıram ki, iki işarə var. Fa diyez və do diyez işarəsidir. Və mən gəlib baxıram ki, əsərimi baxın burada vermişdiniz. Mən dəqiq yadımdadır. Re notuydu. Və bu reyə əsasən biz bunu re major götürməliyik. İndi ola bilər deyəcəksiniz ki, biz bir hissəsini vermişik orada. Bir hissəsini versək belə, yenə də yəni bu bizim üçün sonluqdur da. Çünki burada ən azından axır hissədən də vermək olardı ki, biz bunu düzgün tapa bilək. Niyə? Çünki baxın, burada variantlarda mənim yenə də yadımdadır ki, 3 dənə si minor variantı var idi. Bir dənə re minor, bir dənə də re major variantı var idi. Və müəllimlər çox düşünüblər, hansı ki, təbii ki, bax burada belə deyək də, B, B, C və D-ni mən çıxıram bəri başdan. Niyə? Çünki bu deməli yazılıb ki, si minor tonallığında oynaq nəğmə var idi. Oynaq deyil. Sonra yazılıb şəndir, şən deyil. Qəmlidir, qəmli deyil. Yəni qəmli yox, daha doğrusu ritmikdir, ritmik deyil. Ümumiyyətlə bu küçələrə su səpmişəm xalq mahnısının notlarıdır ki, bu melodiya nə oynaq deyil, nə şən deyil, nə ritmik deyil. Ona görə elə əvvəldən B, C, D-ni çıxartdıq variantlardan. Və burada müəllimləri incidən məqam nə olub? A və E variantları arasında qalıblar. Tonallığın təyin olunmasına görə. Çünki burada doğru cavab A bəndində idi. Düzdür, indi deyəcəksiniz ki, mənim deyirsiniz re majorda olmalıdır. Re majoru nəyə görə deyirik? Çünki yenə deyirəm, biz tonallığı təyin eləyəndə birinci əsərin əvvəlində olan alterasiya işarələrinə baxırıq və bundan qammamızı təxmini tapırıq ki, yəni bu ya re majordadır, ya si minordadır. Çünki 2 diyezli qamma re major si minor qammasıdır. Və bunun indi ya re major, ya si minor olduğunu nə ilə tapırıq? Əsərin sonundakı ya nota baxırıq, ya üç səsliyə baxırıq və onunla təyin eləyirik. Və burada əsərin sonundakı not re not olduğu üçün bu re majora uyğun gəlir də. Amma baxın, bəzi müəllimlər sırf tonallığa görə re major götürüblər. Burada uyğun gəlir, həzin, nəğməvari, Fikrət Əmirov səs və fano üçün işləyib. Amma bax bu sırf bu Xan Şuşunski məsələsinə görə bu E variantını mən götürə bilməzdim. Xan Şuşunski müəllifidir, xeyr, küçələrə su səpmişəm mahnısının ümumiyyətlə müəllifi məlum deyil. O bir xalq mahnısıdır, onu Xan Şuşunski yazmayıb və məcbur şəkildə A variantını götürməliyik. Deməli, si minor tonallığındadır, lirik, nəğməvaridir, orta tempdədir. Fikrət Əmirov səs və fortepiano üçün işləyib, doğru cavab A bəndindədir. 34. Şagird Mixail Glinkanın yalnız opera yazdığını deyir. Müəllim bəstəkarın hansı əsərlərini şagirdə göstərərək bu fikrə düzəliş edə bilər? Deməli, Glinka yalnız opera yazmayıb. Hər birimiz bilirik ki, onun mahnıları da var, romansları da var. Hansı ki, simfonik orkestr üçün yazdığı əsərləri də var. Yəni, burada biz opera yazdığını deyir, amma biz elə bir əsərlər qoymalıyıq ki, şagirdin qarşısına. Şagirdə deyək ki, bax, yalnız opera yazmayıb, yəni simfonik əsərlər də yaradıb. Burada doğru cavab, baxın, elə Kamarinskaya, Aradan Xotası və Madriddə gecə olan bənddir. Bəzi müəllimlər deməli bu sualın şərtini səhv başa düşmüşdülər. Çünki orada sırf bir variantda operaları da verilmişdi. Amma baxın, orada Şəhrizadın da adı var idi axı. Şəhrizad həm Glinkanın əsəri deyil, o Korsakovun əsəridir. Həm də burada deyir ki, şagird deyir ki, Glinka yalnız opera yazıb. Müəllim bəstəkarın hansı əsərlərini şagirdə göstərərək bu fikrə düzəliş edə bilər? Yəni, şagirdə onun simfonik əsərlərini göstərməlidir ki, bax, yalnız opera yazmayıb. O həm, məsələn, Madriddə gecəni yazıb, həm Aragon Xotasını yazıb, Kamarinskayanı yazıb, Torağayı yazıb, Vals Fantaziyanı yazıb. Yəni, bunları göstərmək olardı. Doğru cavab C bəndindədir. Keçək digər hissəyə. Sonra 35. Bir şagird deyir ki, Qız qalası ilə Koroğlu əsəri eyni əsərdir. Müəllim hansı fikri söyləyərək şagirdə düzəliş edə bilər? Və şagird deyir ki, bir şagirdimiz var, deyir ki, Qız qalası ilə Koroğlu əsəri eyni əsərdir. Biz onu düzəltməliyik.
Deyir ki, hər ikisi Azərbaycan bəstəkarının əsəri olsa da səhnələşdirilmir. Xeyr, biri baletdir, biri operadır və bunlar hər ikisi də səhnəyə qoyulur. Ona görə A-nı çıxdım. Hər ikisi eyni bəstəkarın əsəridir, tamaşaya qoyulur. Eyni bəstəkarın əsəri deyil. Qız Qalası Əfrasiyab Bədəlbəylinindir, Koroğlu Üzeyir Hacıbəylinindir. Ona görə B-ni də çıxıram. Hər ikisi ideya cəhətdən fərqlənsə də musiqili teatrda tamaşaya qoyulur. Bax, burada hər ikisi ideya cəhətdən fərqlənsə də musiqili teatrda tamaşaya qoyulur fikri doğrudur. C bəndi, yəni bunu da orada doğru götürmüşdülər. Hər iki əsərdə hadisələr fərqli tərzdə təqdim olunsa da musiqili səhnə əsərlərdir. Hər iki əsərdə hadisələr fərqli tərzdə təqdim olunsa, bax bu fərqli tərz burada nəyi bildirir? Janrı. Şagird demir ki, məsəl üçün Qız Qalası ilə Koroğlu ikisi də operadır və yaxud da demir ki, Qız Qalası ilə Koroğlu hər ikisi də baletdir. Belə bir fikir səsləndirmir ümumiyyətlə uşaq. Uşaq əsərin eyni əsər olduğunu deyir. Yəni eyni janrda yazıldığını demir. Janr desəydi əgər burada D-ni götürə bilərdik. Niyə? Çünki hadisələr fərqli tərzdə təqdim olunmağı nədir? Qız Qalası baletdir, orada rəqslərlə təqdim olunur. Koroğlu operadır, burada daha çox oxumaq, həm də rəqslər var. Yəni bunu götürə bilmərik. Hər iki əsərdə hadisələrin sonu müsbət sonluqla bitir. Tamaşaya qoyulan əsərlərdir. Burada hər ikisində də müsbət sonluqla bitmir. Məsələn, Qız Qalasını götürək ki, Qız Qalasında Gülyana hansı ki özünü qaladan atır və bu faciəvi bir sonluqdur. Doğru cavab C-dir. Hər ikisi ideya cəhətdən fərqlənir. Hansı ki Qız Qalasının ideyası əfsanədən götürülüb, Koroğluda isə dastandan götürülüb və hər ikisi də musiqili teatrda tamaşaya qoyulurlar. Bu doğru cavabdır. 36. Fanfar xarakterli mövzu ilə başlayan əsərdir. Əsərin sonundakı təntənəli yürüş xalq birliyini xatırladır. Bu da Cövdət Hacıyevin Sülh uğrunda simfonik poemasıdır. 37. Aginski polonezi ilə Anitranın rəqs əsərləri haqqında şagirdə daha dolğun məlumatı hansı fikirlərlə vermək mümkündür? Hər iki əsərdə dram əsər əsasında yaranmışdı. Xeyr, çünki Aginski polonezi dram əsərindən yaranmayıb. Anitranın rəqsi, amma hansı ki Peer Gynt kamera simfonik suitasındadır ki, bəli, bu Henrik Ibsen'in Peer Gynt dramından yaranıb. A-nı götürə bilmərik, ortaq deyil. Aginski polonezi Polşa, Anitranın rəqsi isə Çex bəstəkar tərəfindən yazılıb, səhvdir. Niyə? Çünki Aginski polonezi, bəli, Polşa bəstəkarı tərəfindən yazılıb. Amma Anitranın rəqsi isə Norveç bəstəkar Edvard Grieg tərəfindən yaranıb. Ona görə bunu götürə bilmərik. Hər ikisində Polşa xalq rəqslərindən istifadə olunub, bəli. Hansı ki Anitranın rəqsində mazurka, Aginski polonezində də polonez. Vətənlə vidalaşma polonezi. C bəndi burada doğrudur. Hər iki əsəri də Ramiz Quliyev tar alətində ifa edib. Xeyr, bir dənə Aginski polonezini ifa edib Ramiz Quliyev. Hər iki əsər də fortepiano alət üçün yazılıb. Xeyr, Anitranın rəqsi hansı ki Peer Gynt kamera simfonik suitasındadır ki, bu əsər fortepiano aləti üçün yazılmayıb. Sonra 38. Verilmiş not nümunəsinin hansı rapsodiyaya aid olduğunu təyin edin. Bir dənə də qalmaqallı suallardan biri buydu ki, həmin sualda bizdə tonallıqda 2 dənə bemol işarəsi olan bir not parçası verilmişdi. Yəni başlanğıcda 2 dənə bemol işarəli qamma 2 dənə bemol işarəsi olan bir not nümunəsi verilib ki, 2 bemol işarəli qamma si bemol major, sol minor tonallığındadır və bunun doğru cavabını orada blues tonlarında rapsodiya götürdülər. Ancaq biz bunu 8-ci sinif kitabında uşaqlara tədris eləyəndə də la bemol major tonallığında tədris eləmişik və not parçasını da hər zaman elə həmin tonallıqda uşaqlara göstərmişik, həmin notlarla göstərmişik, amma imtahanda bizim qarşımıza 2 bemol işarəli olan bir not parçası qoyulmuşdu və doğru cavab blues tonlarında qəbul etmişdilər və bu sualdan da mən yenə öz balımızı istəyirəm. Çünki bu sualda sualın şərtində düzgün not parçası verilməmişdi. Rondo nədir? Baxaq. Əsas mövzunun bir neçə dəfə dəyişərək təkrarlanması. Əsas mövzu bir neçə dəfə dəyişərək təkrarlanırsa, bu variasiyadır. Burada da biraz bu variant müəllimləri incitmişdi, amma bu variasiyadır. A-nı götürə bilmərəm. 3 və ya 4 səsin bir yerdə ifasıdır. Bu akorddur. Hər epizodda növbələşərək qayıdır. Bəli, C bəndidir ki, bu rondonun tərifinə uyğundur. Hansı ki A, B, A, C, A.
Burada B və C epizoddur, A-lar isə refrendir və hər epizodda da bəli növbələşərək refren qayıdır və bu da rondodur. Əsərin ifası zamanı forte, piano, diminuendo və crescendo kimi dəyişimlər olur. Bu dəyişimlər nə ilə əlaqəlidir? Deməli biz elə burada baxan kimi dinamikanı götürməliyik. Çünki bunlar dinamik işarələrdir. Fortedir, pianodur, diminuendo, crescendodur. Zəif, güclü, getdikcə zəiflətmək, getdikcə səsin gücünü artırmaq. Doğru cavab burada dinamikadır, A bəndindədir. Və artıq biz 40 dənə sualın həm şərtinə baxdıq, həm düzgün cavablarına baxdıq, həm belə deyək də apellyasiyaya verilən sualları eyni ilə əzbərləmişdim ki, sırf orada 2 dənə sualın şərtində səhvlik var idi. Mən düşünürəm ki, inşallah bizim bu apellyasiya müraciətlərimizə baxılacaq və həmin suallar bizim xeyrimizə götürüləcək. Amma digər heç bir sualda səhvlik yox idi. Hamısı tam doğru idi. Yəni sadəcə gərək sualların şərtlərini doğru formada oxumaq lazım idi. Bir də suallardakı cavablara düzgün formada baxmaq lazım idi. Bu günlük bu qədər.